Ee, Rekordu artıq edirik, rekordu başlatmışıq və qeyd edim ki, ümumiyyətlə sonradan izləyən yoldaşlar üçün ki, bütün burada iştirak edən hər bir müəllimə uğurlar arzu edirik, yolunuz açıq olsun. Və ümumiyyətlə çərçivə sənədi ilə yəqin ki, tanışlığı var hamının və nəzərinizə çatdırmış olum ki, çərçivə sənədi ilə tanış olmayanlar varsa, çərçivə sənədini həmin qruplarımızda bir daha paylaşım edərik və çərçivə sənədində yer almış mövzularımızdan bizim Rockers'in şəxsiyyət yönümlü yanaşma mövzusu üzərindən bugün vebinarımız təşkil edilmişdir. Və müəllimlər, nəzərinizə çatdırmış olum ki, bəzən nəzəriyyəçinin adı sizin üçün yeni ola bilər, amma nəzərinizə ümumiyyətlə çatdırmış olum, qeyd edim ki, vurğulayım ki, mövzu asandır, rahatdır. Mövzunun asan və rahat olmasında məsələ nədir? Nəzərinizə çatdırmış olum ki, qeyd edim ki, biz ümumiyyətlə bilirik ki, kurikulumda şagird yönümlülük nəzərdə tutulmuşdur. Şagird yönümlü yanaşmadır. Artıq müəllim mərkəzli yanaşma deyil. Eyni zamanda nəzərinizə çatdırmış olum ki, Rockers'in də şəxsiyyət yönümlü yanaşmasında elə şagird mərkəzli tədris prosesinin təşkil edilməsidir. Və qeyd edim, nəzərinizə çatdırmış olum ki, mövzuda ümumiyyətlə sırf elə mövzunun adından da bəlli olduğu kimi qeyd edim ki, Rockers'ə görə ümumiyyətlə şəxsiyyət yönümlü yanaşma nədir? Biz ümumiyyətlə bilirik ki, artıq kurikulumda tədris prosesinin şagird mərkəzli qurulmasıdır. Və sözsüz ki, müəllim artıq burada şagirdə hazır şəkildə bilik ötürən deyil, müəllim şagirdə istiqamət verir, müəllim şagirdə bələdçilik edir. Şəxsiyyət yönümlü yanaşma, şagirdlərimizin bir şəxsiyyət olaraq necə formalaşdıra bilməyimizdir. Və bunun üçün ümumiyyətlə biz nələri nəzərə almalıyıq? Ümumiyyətlə biz gəlin baxaq ki, bir müəllim olaraq düşünəyin ki, biz şəxsiyyət yönümlü yanaşma deyəndə nəyi nəzərdə tuturuq? Eyni zamanda da Rockers'in şəxsiyyət yönümlü yanaşmasında da bütün bunlar öz əksini tapmış olur. Və müəllimlər, qeyd edim, nəzərinizə çatdırmış olum ki, ola bilər ki, kimlərsə sonradan daxil olublar. Bizim bugünkü vebinarımızın sonunda sizlər üçün ümumi sınaq təşkil edilmişdir. Ümumi sınaq həm sertifikasiya, həm MİQ. Sadəcə sertifikasiyadan fərqli olaraq sualların sayı 10 deyil, sualların sayı 20-dir. Bir də mən ümumiyyətlə qeyd edim, bir haşiyə çıxım imtahan prosesi ilə bağlı ki, ümumiyyətlə müəllimlər, bəzən kimsə deyir ki, kurikulum əzbərdir, kurikulum əzbərə dayanır, çətindir. Ümumiyyətlə heç bir şey çətin deyil. Birinci növbədə bizim məqsədimiz olmalıdır və o məqsədimizdən çəkinməməliyik. Sizlər üçün istəyir webinar qrupu olsun, istəyir digər dəstək məqsədi ilə yaradılmış qruplarımız olsun. Həmin qruplarımızdan rahat şəkildə istifadə edə bilərsiniz. Qruplardan çıxış verməyə bilərsiniz ki, yalnız webinar məqsədi ilə yox, ümumiyyətlə qala bilərsiniz ki, çərçivə sənədi əsasında proqramların hər biri yer almış olacaq. Və bundan əlavə olaraq sizlər üçün orada sınaqlar təşkil edilərək, sınaqların izahları da təqdim ediləcək. Yəni, yararlana bilərsiniz. Bunun üçün də sınağı işləyəndən sonra orada sabah sizə sınağın izahı təqdim ediləcək. YouTube kanalımız vasitəsilə də abunə ola bilərsiniz ki, rahat şəkildə kanaldan sistemli şəkildə həm izahlarla bağlı, həm sizlər üçün gündə 3 dənə qəbul tipli situasiya sualları təqdim ediləcək. Həmin situasiya suallarından da yararlana bilərsiniz. Və qeyd edim müəllimlərə ki, əvvəlki illərdən də fərqli olaraq bu ilin müsbət cəhəti odur ki, sizlər üçün ümumiyyətlə çərçivə sənədi daha tez təqdim edilmişdir. Oktyabrın sonundan etibarən çərçivə sənədi sizlərin ixtiyarına verilmişdir. Gəlin ümumiyyətlə qeyd etdiyimiz kimi vebinarımızın mövzusu şəxsiyyət yönümlü yanaşmadır. Qeyd edəyim ki, şəxsiyyət yönümlü yanaşma nədir? Ümumiyyətlə qeyd etdik ki, biz kurikulumda bilirik ki, tədris prosesi şagird mərkəzli qurulur. Və tədris prosesinin şagird mərkəzli qurulmasında şagirdlərin birinci növbədə
Onlar üçün yaradılan bir mühitdən söhbət gedir. Birinci, biz düzgün bir mühit formalaşdırmalıyıq ki, onların şəxsiyyət olaraq formalaşması üçün sonra tədris prosesini formalaşdırmış olaq. Eyni zamanda Rokers də vurğulamışdır ki, hansı ki, insan üçün düzgün bir mühit yaradıldıqda o özünü inkişaf etdirməyə meyilli olur. Yəni, mühit birinci növbədə bizim üçün önəmlidir. Adicə gəlin biz sinifimizdə şagirdlər üçün yaratdığımız prosesdən danışaq. Şagird üçün əgər biz bu günləri rahat bir mühiti formalaşdırırıqsa, bəzən deyəcəyik ki, yox, əvvəlki şagirdlər belə idi, indiki şagirdlər belə. Hər gün bütün sahələrdə islahatlar aparılır. O cümlədən təhsil sahəsində də islahatlar aparılır və bu islahatların nəticəsində də bizim təhsil proqramımız, yəni kurikulum qəbul edilmişdir. Birinci növbədə biz inkişafa açıq olmalıyıq. Yəni oturduğumuz yerdə qala bilmərik. Sözsüz ki, bütün sahələrdə yenilik olduğu kimi, təhsil sahəsində də məqsədyönlü şəkildə yeniliklər aparılır və eyni zamanda da bizlər də bu yenilikləri qəbul edilməkdə inkişafa açıq olmalıyıq. Yəni qəbul etməliyik. Əksinə, bu yeniliklərlə tanış olmalıyıq yaxından ki, tədris prosesinin düzgün qurulmasında bunlardan istifadə edə bilək. Məqsədyönlü şəkildə. Qeyd etdik ki, birinci növbədə şagirdlərimizin şəxsiyyət olaraq formalaşdırılması üçün mühit önəmlidir. Bəli. Ümumiyyətlə, biz müqayisə etsək, sözsüz ki, şagirdlərimizin bizim aktiv dinləyici olmasına köklənirik. Şagirdlər artıq pasiv olmur. Müəllim şagirdə mühiti formalaşdırır. Biz şagirdlərimizə düzgün bir mühiti formalaşdırarıqsa, şagirdlərimiz qorxmazsa, şagirdlərimiz çəkinməzsə, artıq orada daha yaxşı öyrənmə prosesi baş vermiş olar. Və nəzərinizə çatdırmış olum ki, qeyd edək ki, gəlin götürəyin ki, bugün bizim hansısa bir şagirdimiz əgər nədənsə qorxarsa, nədənsə çəkinərsə, onda yaranacaq sualları da vermir bizə. Ümumiyyətlə, şagird öyrənmə prosesində özünü rahat hiss etməlidir. Söhbət şagirdin düzgün nizam intizamından gedir. Ona yaratdığımız mühitdən gedir. O demək deyil ki, biz şagirdə aşırı sərbəstliyi verək, nizam intizam olmasın demirik. İndi dərsin webinarın irəliləyən hissələrində buna toxunacağam. Ona görə də, yəni biz şagirdə sərbəstlik deyəndə düzgün nizam intizam qurulan sinifdəki sərbəstlikdən gedir. Ona görə də şagirdlərimizi çalışmalıyıq ki, pasiv şəkildə saxlamayaq. Onlar aktiv dinləyici olsunlar. Ümumiyyətlə, onlar özlərini düzgün şəkildə dərk etmiş olsunlar. Özləri problemi həll edə bilsinlər. Özləri qərar verə bilsinlər. Ümumiyyətlə, özləri öz məsuliyyətlərini hiss etmiş olsunlar və məsuliyyətini dərk edərək böyüyən bir şəxsiyyət olmuş olsunlar. Və biz müəllimlər isə sadəcə onlara bir fasilitatorluq edirik. Biz onlara sadəcə istiqamət verici olaraq fəaliyyət göstərmiş oluruq. Sözsüz ki, biz artıq metodikada digər mövzularla tanışıq. Eyni zamanda Rokers də həmin mövzularla əlaqəliyi əhatə edir. Necə ki, məsəl üçün, interaktiv dərs biz təhsil proqramımızda öz əksini tapıb çərçivə sənədimizdə həmin mövzularla da əlaqəlik təşkil edir. Rokersin şəxsiyyət yönümlü yanaşmasında eyni zamanda nizam intizamla da bağlı öz əksini tapmışdır. Müəllim amilidir, şagird amilidir. Bütün bunların necə olması öz əksini tapmışdır. Bir haşiyə olaraq qeyd edeyim. Müəllimlər, yazıb həmkarlarınızdan da soruşanlar olur ki, bəs qoşula bilmirik. Orada yəqin ki, say məhdudiyyəti var, ona görə qoşula bilmirlər. Rekorda baxa biləcəklər. Deməli, müəllimlər, ümumiyyətlə, Rokers deyir, şəxsiyyət yönlü yanaşmasına əsasən, o vurğulamışdır ki, ümumiyyətlə, şagirdlərdə empati hissidir. Yəni, özlərini hər hansısa bir şəxsin yerinə qoya bilmiş olsunlar. Onlarda onun yanaşmasına görə səmimi bir mühitin formalaşdırılmasını yaratmaq lazımdır. Ümumiyyətlə, şagirdlərimizdə
düşüncə tərzinin düzgün şəkildə formalaşdırılmasıdır, özlərinə qarşı inamın formalaşdırılmasıdır və sizə qeyd etdiyimiz kimi az öncədəki sağlam bir mühitin formalaşdırılması əsas şərtlərdən biridir. Ümumiyyətlə nəzərinizə çatdırmış oldum ki, qeyd edim ki, Rokersə görə effektiv müəllim necə olmalıdır? Ümumiyyətlə nəzərinizə çatdırmış olum ki, effektiv müəllim necə olmalıdır? Xüsusiyyət olaraq. Sözsüz ki, biz hər birimiz müəllimin özündə hansı xüsusiyyətləri əks etdirməsini bilirik. Yəni bu Rokersə görə oldu və yaxud da ümumiyyətlə biz bir müəllim olaraq hansı effektiv, hansı faydalı xüsusiyyətləri özümüzdə daşımalıyıq, bunları bilirik. Eyni zamanda Rokers də bunları vurğulamışdır ki, müəllim ümumiyyətlə özgüvənli olsun. Müəllim özgüvənli olmalıdır ki, şagirddə də özgüvən formalaşdırsın. Müəllim sözsüz ki, səbirli və təmkinli olmalıdır. Lazımı gəldikdə yumor hissindən istifadə etməyi bacarmalıdır. Yalnız şagirdlərdə avtoritar rejimdə biz bunu edə bilmərik. Lazımı gələn zaman əlbəttə ki, yumor hissidir. Yəni zarafatçılıqdır. Bunlar öz əksini sözsüz ki, tapır. Amma təsəvvür edin ki, bütün 45 dəqiqəni şagirdlərlə yumor hissinin olmaması ilə necə olar? Əlbəttə ki, sıxıcı olar. Özlərini rahat hiss etməzlər. Müəyyən bir müddətdən sonra artıq onlara dərs darıxdırıcı gələr. Ümumiyyətlə, şagirdlərin biz maraq dairəsinə diqqət etməliyik. Onlara hər hansısa bir təlimatları verəndə aydın şəkildə təlimatlar verməliyik. Yəni, istəyir qrup işlərində olsun, istənilən bir fəaliyyətin icrasında onlara ötürdüyümüz təlimatın aydın olmasına diqqət etməliyik. İzahlarımız aydın olmalıdır. Ümumiyyətlə, şagirdlərin maraq dairəsini biz bir müəllim olaraq nəzərə alırıq şagirdin maraq dairəsini ki, şagirdlərin ehtiyacları nədir? Həmin ehtiyaca uyğun olaraq şagirdlərimizi maraq dairəsi nəzərə alaraq tədris prosesinə cəlb etməliyik. Əgər bugün şagirdin maraq dairəsini biz tədris prosesində cəlb edə bilmiriksə, sözsüz ki, burada artıq şəxsiyyət yönümlü və şagird yönümlü yanaşmadan söhbət gedə bilməz. Və eyni zamanda effektiv xüsusiyyətlərimizdən biri də bizim səs tonumuzdur, bədən dilimizdir. Niyə gəlin deyək ki, səs tonu və bədən dili doğru şəkildə istifadə edilməlidir? Biz bu günlərim qeyd edim sizə, hətta burada göz kontaktı da önəmlidir. Sinifdə tədris prosesində müəyyən bir hallar baş verir. Nizam-intizamla bağlı olsun birinci növbədə. Bunun üçün əlbəttə ki, nə olmalıdır? Şagirdlərin hər birinə müəllimin səs tonu önəmlidir. Onların göz kontaktının qurulmağımızdır. Onlarla yaratdığımız təmasdır. Bütün bunlar tədris prosesində öncüllük təşkil edir. Niyə? Əgər şagirdin bugün hər hansısa bir davranışında sinifdəki o mühit, o quruluş, o tərtibat, o düzülüş önəmlidir. Niyə? Çünki bugün şagirdlərlə biz həm kontaktımız olsun, sinifin tərtibatı olsun, onların oturması olsun. Əgər arxa cərgədə olan şagirdlər bizim səs tonumuzu eşitmirlərsə, bizi düzgün dinləyə bilmirlərsə, onlar tədris prosesinə hər hansısa bir cəlb edilmədən söhbət gedə bilməz. Ona görə də eyni zamanda Rokers vurğulamışdır ki, müəllimlərin tədris prosesində effektiv xüsusiyyətlərdən biri də onların bədən dilləridir, onların səs tonlarıdır, onların göz kontaktının şagirdlərlə qurulmasıdır, önəmlidir. Biz qeyd etmişik ki, ümumiyyətlə tədris prosesində şagirdlərə necə yanaşırıq? Diferensial yanaşırıq. Yəni, şagirdlərə fərdi yanaşırıq. Ümumiyyətlə, sinifdə yalnız hər hansısa bir sağlamlıq imkanı məhdud olan şagird üçün yox, hər bir şagirdin biz intellektini bilməliyik bir müəllim olaraq. Onların intellektlərinə uyğun olaraq onlara yanaşırıq. Yəni, bugün sinifdə ola bilər şagird var, təlim nailiyyəti aşağı ola bilər, təlim nailiyyəti yuxarı ola bilər və təlim nailiyyəti orta. Yəni, hər üç səviyyədə şagirdimiz ola bilər. Sözsüz ki, yuxarı təlim nailiyyəti ilə işləmək çox rahatdır müəllimlər. Əsas olan nədir? Aşağı təlim nailiyyətində olan şagirdi bəlli bir hissəyə çatdırmağımız.
Sözsüz ki burada say məhdudiyyəti önəmlidir. Amma bundan əlavə olaraq istənilən bir saydan asılı olmayaraq şagirdlərə fərdi yanaşmağımız mütləqiyyət təşkil edir. Yəni mən bu gün şagirdə fərdi yanaşmağım ona diferensial yanaşmağımdır. Sözsüz ki biz şagirdə yalnız tədris prosesində yox, həm də tədris prosesindən kənar, yəni dərsdən kənar fəaliyyətlərdə belə fərdi yanaşmanı davam etdirməliyik. Şagirdləri rəğbətləndirmək lazımdır. Yəni onlara rəğbətləndirmə deyəndə hər hansısa bir söhbət mükafatdan yox, adicə bizim onlara bildirdiyimiz münasibət belə bu onlarda rəğbətlənməyə gətirir. Yəni onların tədris prosesində hansı ki göstərdiyi fəaliyyətlər vurğulanmalıdır. Eyni zamanda Rokers də bunu qeyd edir ki, müəllim şagirdə həvəsləndirsin, müəllim şagirdi rəğbətləndirmiş olsun. Adicə gəlin özümüzdən götürək. İllərlə də müəyyən bir fəaliyyətlər göstəririk. Nə istəyirik? O fəaliyyətimizin dəyərləndirilməsini. Eyni zamanda bir empati hissi olaraq baxağın ki, şagirdlərimizdə necədir? Əlbəttə ki, şagirdlərdə də buna daha çox ehtiyac öz əksini tapmış olur. Və müəllimlər. Bir də hansı ki, Rokersə görə müəllimin effektiv xüsusiyyətlərindən biri də arzu olunmaz davranışların qarşısının alınmasıdır. Gəlin biz baxaq ki, arzu olunmaz davranışlarla bağlı sözsüz ki, biz nəzərinizə çatdırmış olum ki, behaviorizm nəzəriyyəsi ilə bəlkə də çoxunuz tanışsınız. Orada şagirdlərdə arzu olunan davranışın əldə saxlanması var və arzu olunmaz davranışların aradan qaldırılması var. Sözsüz ki, tədris prosesində nizam-intizama əməl etmək lazımdır ki, həm arzu olunan davranışı, yəni lazımı davranışları əldə saxlayaq, arzu olunmaz, yəni xoşa gəlməz davranışları isə aradan qaldırmış olaq. Gəlin biz baxalım ki, bunları necə aradan qaldıra bilərik. Sözsüz ki, Rokersin bizlərə müxtəlif tövsiyələri vardır ki, ümumiyyətlə müəllim tədris prosesinin pozulmaması ilə bağlı, nizam-intizamın pozulmaması ilə bağlı nələrə diqqət etməlidir? Müəllimlər hansı ki, nəzərinizə çatdırmış olun ki, Rokersə görə biz burada yalnız bu Rokersə görə yox, ümumiyyətlə məyusluq və qeyri-müəyyənliklə mübarizə aparmaq lazımdır. Yəni bizə aid olan budur ki, biz bunlara mübarizə aparmalıyıq ki, bunlarla tədris prosesini düzgün şəkildə qurulması üçün, nizam-intizamın əldə saxlanması üçün, fəaliyyətimizin düzgün istiqamətləndirməmiz üçün əsasını təşkil edir. Bundan əlavə olaraq Rokers bizə qeyd edir ki, şagirdlərlə uzun müzakirələr aparmaq olmaz. Yəni bu nədir? Tədrisdən məqsəd yönlü müzakirə aparırıq, amma uzun müzakirələrə aparmamaq və tədrisdən həzz almaq. Yəni burada o 45 dəqiqəmizdə şagird o 45 dəqiqənin içərisində 10 dəqiqəni belə nə edə bilərik? Onun maraq dairəsini nəzərə ala bilərik. Onun qeyd edək sizə ki, maraq dairəsinin nəzərə alınmasından çıxış edərək tədris prosesində fərdi yanaşmamızı göstərmiş oluruq. Şagirdin sözsüz ki, diferensial və fərdi yanaşma nədir? Tədris prosesinin əsasını təşkil etmiş olur. Biz də apardığımız müzakirə məqsəd yönlü müzakirə olmalıdır. Şagird həmin o qısa müddətdə tədris prosesindən həzz ala bilsin. Məqsəd yönlü şəkildə öyrənməyə köklənmiş olsun. Və eyni zamanda Rokersin bizə tövsiyələrindən biri də biz müəllimlərə ki, ehtiyac olarsa qətiyyətli və iddialı olmağı özümüzdə saxlaya bilək. Sözsüz ki, qətiyyətlilik və iddialı olmağımız biz nə qeyd etmişdik? Birinci növbədə lazımı mühit əsas təşkil edir. Yəni mühit bizim üçün nə idi? Önəmli idi. Biz həmin o mühitdə də mühitin yaradılmasında da qətiyyətliliyimizi gözləməliyik. Saxlamalıyıq. Daha doğrusu. Ümumiyyətlə, Rokersin addımları ilə tanış olsaq, biz az öncə burada qeyd etdik ki, sizə
arzu olunmaz davranışların qarşısını alan. Hər hansısa bir hal baş verdiyi zaman söhbət nizam-intizamdan gedir. Tədris prosesinin qurulması ilə bağlı, sinfin idarə edilməsi ilə bağlı nəzərinizə çatdırmış olum ki, bu gün sinfin idarə edilməsində nizam-intizamın düzgün təşkili zamanı biz hansı addımlara diqqət etməliyik? Qabaqlayıcı tədbirlər planı, bərpa edici tədbirlər planımız və dəstəkləyici tədbirlər. Və nəzərinizə çatdırmış olum ki, qabaqlayıcı tədbirlər nədir? Ümumiyyətlə, qabaqlayıcı tədbirlər planı nizam-intizamla bağlı hər hansısa bir halın baş verməməsi üçün bizim öncədən həmin o halın qarşısını almağımız. Bərpa edici artıq hər hansı bir hallar baş verib. Nə edirik? O baş verənləri aradan qaldırmağımız, bərpa etməyimiz və sözsüz ki, adı üstündə dəstəkləyici tədbirlərimiz. Və nəzərinizə çatdırmış olum ki, gəlin biz baxalım ki, qabaqlayıcı tədbirlər planı deyəndə Rokers nələri nəzərdə tuturdu? Elə bizim əslində bildiyimiz hər gün nəzərdə tutduqlarımızdır, tədris prosesində rast gəldiklərimizdir. Qabaqlayıcı tədbirlər hansılardır? Aydın nizam-intizam planının olmasıdır. Yəni, biz nizam-intizam planını qurmağımız şərt deyil. Onun həm aydınlığı, onun düzgün təlimatın verilməsi şərtdir. Bizim bugün sinifimizdə prosedur və qaydamız olsun. Əgər o prosedur və o qayda şagirdə aydın deyilsə, şagird oradan nə öyrənəcək? Heç nə. Nəyə əməl edəcək daha doğrusu? Ona görə də birinci növbədə nə olur? Planımız olmalıdır. Və o plan aydın olmalıdır. Aydın sinif qaydalarımız olsun. Yəni, sözsüz ki, bu qaydalar və prosedurlar şagirdlərlə bir yerdə qoyulur ki, şagird nizam-intizam prosesində, idarə edilmədə bütün bunlara əməl etmiş olsun. Onlardan olan gözləntilərimizi aydın qoymalıyıq. Gözlənti nədir? Ümumiyyətlə, biz bilirik ki, gözlənti ilə əvvəlki tədris prosesindəki mövzularımızdan da tanışıq. Artıq şagirdə olan gözləntilər, yəni bir növ gəlin götürəyin ki, tədris prosesində valideynlərin müəllimdən gözləntisi və müəllimin valideyndən və şagirddən gözləntiləri. Eyni zamanda da biz bu gözləntiləri qoyuruq ümumi sinifimiz üçün. Tədris prosesini necə qurmalıyıq? Maraqlı. Niyə? Tədris prosesinə şagirdləri düzgün cəlb edilməsi üçün. Biz nə dedik? Nizam-intizamla bağlı Rokersin addımları. Qabaqlayıcı, bərpa edici və dəstəkləyici. Bu artıq nədir? Dərslər əgər düzgün qurularsa, şagirdlərin maraq dairəsi nəzərə alınarsa, şəxsiyyət yönümlülük ön planda olarsa, onlara fərdi yanaşılarsa, onların ehtiyacları qarşıya qoyularaq, o ehtiyaclar ödənilərsə və sözsüz ki, mühitdir, sinifin tərtibatıdır, bunlar əsas təşkil edir. Və Rokersin də qabaqlayıcı tədbirlər planında bütün bunlar öz əksini tapır. Deməli, ümumiləşdirsək ki, nizam-intizam prosesi ilə bağlı Rokersin qoyduğu addımlarımız qabaqlayıcı, bərpa edici və dəstəkləyicidir. Qeyd etdik ki, qabaqlayıcı tədbir planıdırsa, bunu öncədən nizam-intizamın qorunması üçün əvvəlcədən düşünürük ki, nə kimi tədbirlərimiz olmalıdır? Qeyd etdik ki, aydın planımızdır, sinif qaydasıdır, gözləntidir, dərslərin maraqlı şəkildə qurulmasıdır, tərtibatdır, şagirdlərə diferensial, yəni fərdi yanaşmağımızdır və onların ehtiyaclarına uyğun tədris prosesini təşkil etməyimiz. Sözsüz ki, mühit önəmlidir. Şagirdlərin oturmasıdır, sinifin tərtibatıdır, işıqlandırmadır, maddi texniki bazadır. Bütün bunlar sözsüz ki, qabaqlayıcı tədbirlər planında öz əksini tapmış olur. Və gəlin baxaq ki, bəs bərpa edici tədbirlər planımız hansıdır? Mən seminarın sonunda siz burada suallarınız olursa baxacağım.
və suallarınızı cavablayacağıq. Qeyd etdik ki, növbəti bizim hansı ki, bərpa edici Rokersə görə tədbirlər planımız hansıdır? Və müəllimlər, bərpa edici tədbirlərimiz artıq biz burada nəzərə alırıq ki, nizam-intizamla bağlı hər hansısa bir hal baş verib. Biz bu halın aradan qaldırılması üçün nə kimi bərpa edici tədbirlər görə bilərik? Və nəzərinizə çatdırmış olun ki, qeyd edim ki, sözsüz ki, bayaq qeyd etmişdik ki, prosedurlarımız və qaydalarımız önəmli idi. Artıq burada nə edirik? Olanı xatırladırıq. O qabaqlayıcıdaydı. Bizim prosedur qaydamız var. Burada artıq nə edirik? Qaydaları xatırladırıq. Möhkəmləndirmələr edirik. Deyir taktiki göz ardı etmək. Yəni elə bir şey var ki, hər hansısa bir davranışı görə bilərik. O davranışdan asılı olaraq ya biz onu göz ardı edə bilərik ki, daha da onu qabartmayaq. Niyə? Bəzən onu görməzdən gəlirik. Məsəl üçün götürək ki, gəlin bunu nümunə ilə deyək, daha rahat başa düşəsiniz. Sinifdə hər hansı bir hal baş verəndə biz çalışırıq ki, şagirdin özü ilə fərdi söhbət edək. Biz onu ümumidə desək, bu hal və yaxud da bir neçə dəfə o şagirdə onu qabarıq şəkildə desək, gələr nəyə? Hansı ki, vərdiş halına keçər. Onun vərdiş halına keçməməsi üçün, onun aradan qaldırılması üçün biz onunla fərdi söhbət edirik və sözsüz ki, müəyyən bir davranış var ki, əgər o davranışı göz ardı etmək olarsa, göz ardı edirik. Amma vaxt dediyimiz kimi, hər hansısa bir müəllim bir strategiya işlədir. O strategiyadan asılı olaraq o davranışı görməzdən gəlmiş olur. Qeyd etdik ki, qaydalar xatırlanmış olur. Həmin şagirdə müxtəlif sadə seçimlər vermiş oluruq. Onun qarşısına hər hansısa bir maneələr qoyulur. Müxtəlif suallar verilərək şagirdlərimizlə əks əlaqə qurmuş oluruq və sözsüz ki, bərpa edici tədbirlər üçün də onlara müəyyən bir sadə təlimatlar veririk. Bütün bunlar nizam-intizam prosesi ilə bağlı Rokersin qoyduğu addımlara daxildir. Yəni, nizam-intizamla bağlı sözsüz ki, söhbət sinifin idarə edilməsi ilə bağlı olan nizam-intizamdan gedir müəllimlər. Və qeyd etdik ki, dəstəkləyici tədbirlər. Yəni, bizim Rokersin 3-cü addımımızda yer alanlardan gedir söhbət. Gəlin baxalım. Deməli, müəllimlər, ümumiyyətlə artıq qabaqlayıcını bildik ki, nədir? Və biz vurğuladıq ki, dəstəkləyici tədbirlərimiz, adı üstlərindədir, dəstək verici tədbirlər. Dəstək verici tədbirdirsə, sözsüz ki, biz nəzarətimizi davamlı şəkildə aparırıq. Tədris prosesinin müəyyən bir hissəsində nəzarət edib, sonra onu nəzarət prosesini buraxmış olmuruq. Davamlı şəkildə nəzarəti saxlayırıq. İş əlaqələrini bərpa etmiş oluruq. Yəni, məqsəd yönlü şəkildə əlaqələndirmələr edirik. Hər hansısa problem qarşıya çıxıbsa, çalışırıq ki, o problemin həllinə köklənmiş olaq. Burada bizim şagirdlərlə müxtəlif razılaşmalarımız olur. Yəni, elə bilin ki, müəyyən bir intizamın qorunması ilə bağlı kontrakt imzalayırıq. Hər hansısa bir halların olmaması ilə bağlı. O bizim dəstəkləyici tədbirlər planımızda öz əksini tapmış olur. Və müəllimlər, ümumiyyətlə qeyd edim sizə ki, sözsüz ki, burada bir çox amillər öz əksini tapa bilər. Biz bir müəllim olaraq, bir pedaqoq olaraq Rokersin yanaşmalarına görə bir müəllim olaraq özümüzdə hansı amilləri əks etdirmiş oluruq? Müəllimin hansı bacarığı olmalıdır? Amil dedikdə. Düzgün birinci nə etməlidir? Sinifi idarə etməlidir, düzdür? Müəllimin qeyri-verbal ünsiyyəti olmalıdır. Qeyri-verbal ünsiyyət dedikdə burada müəllimin bədən dilidir, jest mimikasıdır, bir də göz kontaktıdır.
Müsbət münasibətdir, motivasiya və maraq oyatmaqdır. Yəni, baxırıq ki, diqqət edirik ki, sinfi idarə etmə bacarığı nədir? Tədris prosesində öncülük təşkil edir. Əlbəttə ki, sinif düzgün idarə edilərsə, orada öyrənmə mühiti öz əksini tapa bilər. Əgər mühit düzgün qurulmayıbsa, biz şagirdə nə öyrətməyimizin faydası yoxdur. Çünki artıq orada öyrədici bir mühit yoxdur. Müəllimin nəyi lazımdır? Səriştəsi lazımdır. Sinfin idarə etmə səriştəsi önəmlidir. Gəlin götürək ki, müəllimin nə qədər bilik bacarığı olsa da, bu danılmaz faktordur ki, əgər o sinifdə idarə etmə bacarığı yoxdursa, orada nəyin keçirilməsinin əhəmiyyəti də yoxdur. Niyə? Çünki artıq şagirdlərin öyrənməsi üçün bir şərait, bir mühit olmalıdır. Mühit düzgün qurularsa, idarə etmə düzgün aparılarsa, öyrənmə mühiti öz əksini tapmış olar. Qeyd etdik ki, qeyri-verbal ünsiyyətdə göz kontaktıdır, bədən dilidir, jest, mimikadır, bunlar önəmlidir. Şagirdlərə qarşı müsbət münasibətin göstərilməsidir. Yəni, onlarla düzgün münasibət qurmalıyıq. Amma müəllim-şagird münasibətini aradan qaldırmamaqla. Tədris prosesində onları motivə etməliyik, onlarda tədris prosesinə qarşı maraq oyatmalıyıq. Bəs gəlin baxaq ki, biz müəllim amilini qeyd etdik ki, yəni müəllim nələri özündə əks etdirməlidir? Bəs şagirddə nədir? Şagird amilində isə sözsüz ki, hər bir şagird, adicə götürək ki, bir evdən 3 uşaq gəlir, hərəsi müxtəlif xarakterdən, müxtəlif bir davranışlar sərgiləmiş olur. Ona görə də hər bir şagirdin şəxsi xüsusiyyətləri sözsüz ki, önəmlidir. O, ailədən gələn tərbiyə olsun, ailə dəyərləri olsun. Birinci növbədə diqqət edirsinizsə, nəyə diqqət edirik? Hər bir şagirdin şəxsi xüsusiyyətinə, tərbiyə, dəyər, şagirdlərin emosional vəziyyətləri və motivasiyası. Sizə qeyd edim, nəzər çatdırmış olum ki, şagird nə qədər motivasiyalı olur olsun. Əgər o şagirddə tərbiyə və ailə dəyərləri düzgün olmazsa, sözsüz ki, tədris prosesində məzmuna o birbaşa təsir etmiş olur. Və şagirdlərin emosional vəziyyəti. Sözsüz ki, emosional vəziyyətdə də söhbət burada onların, yəni emosional vəziyyət deyəndə bunu yalnız belə deyək də, əks olaraq baxmırıq. Emosional vəziyyətdə hər bir emosional halımız burada öz əksini tapmış olur. Şagirdin lazımı qaydada, belə deyək, hisslər. Emosional vəziyyət bizim hisslərimizdir. Və şagirdin motivasiyası nədir? Sözsüz ki, biz şagirdə fərdi yanaşarıqsa, düzgün mühit formalaşdırarıqsa, gözləntilərimizi düzgün şəkildə müəyyənləşdirmiş olarıqsa, qoyarıqsa, onların tədris prosesinə qarşı maraq oyatmış olarıq. Əgər şagirdin motivasiyası var, amma mənim bugün mühitim düzgün qurulmayıbsa, o şagirddə əksinə olan motivasiya da aradan qalxmış olacaq. Ona görə də çalışırıq ki, tədris prosesində şagirdlərə necə yanaşırıq? Fərdi və diferensial yanaşmanı göstəririk. Bütün bunların hər biri onların şəxsiyyət olaraq formalaşdırılması üçündür. Nəzərinizə çatdırmış olum. Ümumiyyətlə, biz bir müəllim olaraq ünsiyyət zamanı nələri nəzərə almalıyıq sözsüz ki, onu da qeyd edim ki, o demək deyil ki, yalnız Rockersə görə belədir. İstənilən halda sözsüz ki, biz bir müəllim olaraq ədalətli olmalıyıq. Biz bir müəllim olaraq şagirdlərlə ünsiyyət zamanı, yəni o qazanmaq deyil, ədalətli olmaq önəmlidir. Yəni, mən qazandım, mən şagirdi və yaxud valideyni susturdum deyil. Əksinə, ədalətli qərarın verilməsi, ayrı seçkiliyin edilməməsi, qərəzsiz yanaşmaq önəmlidir. Biz qeyd etdik ki, mümkün qədər bərpa edici qarşılıqlı əlaqəni qoruyub saxlayın. Və bayaq da vurğuladıq ki, bərpa edici tədbirlər planımız hansıdır? Və söhbət
Ünsiyyət zamanı deyir, qarşılıqlı əlaqəni qoruyub saxlayın. Söhbət empati hissindən gedir. Düzgün ünsiyyətin qurulmasında sözsüz ki, empati hissi önəmlidir ki, özümüzü o şagirdlərin yerində qoyaq. Özümüzü o şagirdlərin yerində qoymağı bacaraq. Onların keçirdiyi emosiyalar olsun, hisslər olsun, başa düşək. Hər zaman pozitiv səs tonunu deyir, qoruyub saxlamaq. Sözsüz ki, müəllimin jestidir, mimikasıdır, səs tonudur, bədən dilidir. Az öncə vurğuladıq ki, nədir? Bunlar önəmlidir. Lazımsız qarşı durmaqdan çəkinin. Yəni, burada biz onları mühakimə edək, onlarla hər hansısa bir, sözsüz ki, müəyyən bir davranışa görə, müəyyən bir intizamsızlıqlarına görə o qarşı durmaya gətirməyək. Onlarla kənarda fərdi söhbət etmək lazımdır. Bütün prosedur və qaydaları onlarla bir yerdə qoymağımız önəmlidir ki, müəyyən lazımsız qarşıdurmalara gətirməsin. Mühakimələrə gətirib çıxarmasın. Deyir, narahatlıqları çatdırmaq lazımdırsa, aqressiv deyil, qətiyyətli oluruq. Yəni, burada şagirdə biz səs tonumuzu qaldırmaqla, o şagirdi sıxmaqla, o şagirdə avtoritar rejimi yaratmaqla biz onların sevgisini qazana bilmərik. Əksinə, qeyd etdiyimiz kimi, qoyulan qaydamız, prosedurumuz bir gün üçün yox. Davamlı şəkildə qoyulmuş prosedur və qaydalar xatırlanaraq, hər dərs vurğulanaraq artıq nəyə gəlir? Öz əksini tapır. Bir dərs, iki dərs qoyum, sonra qoymayımsa, artıq şagird də görür ki, hə, psyo, elə 2 gün var idi, yoxdur. Amma biz bütün qoyduğumuz prosedur və qaydalarımızda qətiyyətli olmalıyıq. Onlara qarşı ünsiyyətimizdə qətiyyətliliyimizi qorumalıyıq. Yaxşı mənada. Dərs prosesində iştiraklarını mümkün qədər tez bərpa edin. Burada artıq nədir? Sözsüz ki, şagirdlərin biz qeyd edim sizə ki, punktuallıqlarına diqqət etməliyik. Bunun üçün də şagirdlərin dərslərdə davamiyyətləridir, dərsə gecikməmələridir. Bunlar önəmlidir, həm də onların tədris prosesində cəlb edilməsi üçün. Dərs prosesində iştirakının mümkün qədər tez bərpa edilməsi, onların dərsdən yayınmamalarıdır. Dediyim kimi, şagird dərsdən gecikərsə, dərsə gəlməzsə, sözsüz ki, burada punktuallıqdan söhbət gedə bilməz. Sinifdən kənarda da şagirdlər və onların davranışını izləyin. Yəni, sözsüz ki, biz həm məktəb daxili, həm məktəbdən kənar onların fiziki və psixoloji cəhətdən qorumaq bizim vəzifəmizdir. Yəni, nə cəhətdən? Tərbiyə cəhətdən. Sözsüz ki, məktəb daxilində cavabdehliyimiz var. Amma o demək deyil ki, mən məktəbdən kənar hər hansısa bir halı görərəmsə, görməzdən gəlmirəm. Və yaxud da ki, adicə şagirdə dedik ki, diferensial yanaşırıq, fərdi yanaşırıq. Yalnız dərs prosesində yox, dərsdən kənar fəaliyyətlərində də biz bütün bunları nəzərə almalıyıq. Deməli, müəllimlər, qeyd edim, nəzərinizə çatdırmış olum ki, ümumiyyətlə, bir çox nəzəriyyəçilər var, hansı ki, nəzərinizə çatdırmış olum ki, bizim çərçivə proqramımızda yer almışdır. Onlardan biri də Rokers idi və biz bugün sizlə Rokersin şəxsiyyət yönümlü yanaşmasında, biz şəxsiyyət yönümlü yanaşma deyəndə nəyi nəzərdə tuturuq? Rokers müəllimlərin, şagirdlərin şəxsiyyət olaraq formalaşmasında hansı ünsiyyət tərzlərdən malik olmasını və effektiv müəllimin necə olmasını əks etdirmişdir bizə və sinifdə nizam-intizamla bağlı hər hansısa bir hal baş verərsə, biz hansı addımları icra etməliyik? O addımların xüsusiyyətləri, Rokersə görə müəllim və şagird amili nələrdir və ünsiyyət zamanı bir müəllim olaraq nələrə diqqət etməliyik? Bütün bunlara qeyd edək sizə ki, Rokersin yanaşmasında öz əksini tapmışdır. Bir də biz müəllimlər qeyd etmişdik ki, ümumiyyətlə, şagirdlərlə ünsiyyət quran zaman şagirdi mühakimə etmirik. Mühakimə etməməklə bağlı mən burada 2 nümunə vermişəm.
Ümumiyyətlə, söhbət onların bir şəxsiyyət olaraq formalaşdırılmasından gedir. Onlarla düzgün ünsiyyətin aparılması üçün gedir. Düzgün ünsiyyətin qurulmasında verdiyimiz sual önəmlidir. Gəlin iki nümunəyə baxaq. Deyir, dərsə niyə gecikmisən? Niyə sualını nə sualı ilə əvəz edək? Adicə baxın, niyə dərsə gecikmisən deyəndə biz şagirdi nə etmiş oluruq? Mühakimə etmiş oluruq. Amma bir də var, şagirdə sual veririk ki, dərsə gecikməyinə səbəb nə oldu? Artıq biz o şagirdi mühakimə etmirik. Yəni hər hansısa bir səbəb var ki, o səbəbdən o şagird görünür gecikib. Biz onu soruşuruq. Verdiyimiz sual, ünsiyyət tərzimizin qurulması baxın önəmlidir. Birinci sualda şagirdi mühakimə etmiş oluruq. İkinci sualda isə artıq biz ona dəstək olmağa çalışırıq ki, onun dərsə gecikməyində səbəb nə olub ki, biz o şagirdə necə kömək edə bilərik? Yəni əslində deyiliş tərzi gəlin götürəyin ki, önəmlidir. Müəlliməmizdən bilmirəm, adı E hərfi ilə yazılıb. Prosto birdən ola bilər ki, özü bilməz, kamera açıqdır. İndi yaxınlaşdı kameraya. Kameranız açıqdır, birdən kənar iş görəndə ola bilərdi, indi ev mühitidir. Dedim, qoy nəzərinizə çatdırım. Əgər bağlamaq istəsəz, bağlayın. İkinci sualımız isə deyir ki, niyə tapşırığı yazmırsan? Artıq nə edirik? Baxın, bayaq nə dedik? Ünsiyyət tərzimiz önəmlidir, düzdür şagirdlərimizə. Onları mühakimə etməyək. Deyir, niyə tapşırığı yazmırsan? Burada artıq niyə yazmırsan yerində nə deyə bilərik? Tapşırığı yekunlaşdırmaq üçün deyir, sənə nə kömək edə bilərəm? Artıq biz burada şagirdə dəstək göstərən bir şəxs olaraq rol oynamış oluruq. Çalışırıq, biz nə demişdik? Müəllim nə olmalıdır? Fasilitator olmalıdır, yol göstərən olmalıdır. Artıq şagirdi ünsiyyət tərzimizlə mühakimə edərək yox, ona dəstək göstərəcək şəxs olmalıyıq. Rolunda yox, şəxsin özü olmalıyıq. Niyə tapşırığı yazmırsan və yaxud da ki, ev tapşırığını yazmırsan yox, deyə bilərdik ki, ev tapşırığını yazmamağına səbəb nə oldu? Artıq oradan səbəb axtarırıq. Burada da artıq tapşırığı yazmayanda tapşırığı yekunlaşdırmaq üçün sənə nə kömək lazımdır? Artıq mən ona kömək etmək istəmək kimi hazır olduğumu göstərmiş oluram. Nəinki onu mühakimə. Bu yalnız dərslə bağlı yox, bu davranışa da aiddir müəllimlər. Bugün şagirdlər ola bilər ki, şagirddir, hər hansısa bir üzərində əşya taxıb gəlib, məktəbə zil əşya deyək də, sözsüz ki, burada müəyyən bir sırğı ola bilər və yaxud da müəyyən bir aksesuar ola bilər, öz əksini tapmış ola bilər. Biz artıq ona deyəndə ki, niyə bu geyimi geymisən? Baxın, bu aşağı sinif şagirdi olmaya da bilər da. Biz hansı ki, ibtidai təhsil səviyyəsi, orta və tam orta təhsil səviyyəsində şagirdlərlə işləyirik. Ona görə də şagirddən ünsiyyət tərzimiz istənilən halda önəmlidir. Müəyyən bir yaş qrupunda şagird yuxarı yaş qrupu ilə aşağı yaş qrupuna verdiyimiz sual önəmlidir. Aşağı yaş qrupu şagird nədənsə qorxur. Yəni belə deyək də, və yaxud da özünü mühakimə edilmiş hiss eləyir. Sözsüz ki, belə deyək də, aşağıda şagirdlərin davranışlarının saxlanılması daha rahatdır. Bəzən düşünürük ki. Amma yuxarıda isə biz şagirdləri artıq nədir? Müəyyən bir yaş qrupunda şagirddir. Ona hər birini bir şəxsiyyət olaraq formalaşdırmağa çalışırıqsa, ünsiyyət tərzimiz önəmlidir. Ona görə onu mühakimə edərək yox, dəstək göstərən şəxs rolunda çıxış etməliyik. Olmalıyıq. Yəni bu konkret belə deyək ki, içimizdən bu şəkildə olmalıdır. Bunu mən tövsiyə edərdim ki, hətta baxa bilərsiniz özünüzdəki. Baxın, bu cür yanaşın. Dərs prosesində işləyən müəllimlərimiz də yəqin hal-hazırda var qrupda. İstənilən halda, yalnız heç şagirdlərə yox, evinizdə evladlarınıza qarşı o sualların qoyuluşunda niyə sualını nə sualı ilə əvəz edin?
Yəni onun belə nə qədər müsbət tərəflərini görəcəyik. Və yaxud da hansısa bir əşyanı bayaq qeyd etdim ki, taxıb. Mən niyə deyim ki ona ki, niyə bu əşyanı taxmısan? Məktəb üçün yeridir, amma 17 yaşı, 16 yaşda uşaq X bir mən onu mühakimə edəndə, yəni o ona pis təsir edə bilər. O başqa bir şəkildə də cavab verə bilər də bizə. Verir də. Nə qədər bunun şahidi oluruq. Ona görə də yaxşı olar ki, əksinə deyə bilərik ki, həmin əşyanı üzərində daşımağına səbəb nə oldu ki? Hə, artıq orada onun bizə cavab tərzi bizim verdiyimiz sualdan çıxış edərək düzgün şəkildə qurulur. Və tövsiyə edərdim ki, bütün bunlara müəllimlər yaxşı olardı ki, nəzərə almış olaq. Yəni sözsüz ki, hər birimiz inkişafa açığıq, daim nələrsə öyrənirik, daim tədris prosesində yeniliklərlə tanış olmağa çalışırıq. Ona görə də o demək deyil ki, biz onları avtoritar rejimdə saxlayaq, biz onların tədris prosesində sıxaq, mühakimə edək, yox. Və müəllimlər, mən bu dərsi lövhə üzərində izah etməməyimin səbəbi, çünki auditoriya, geniş auditoriya nəzərdə tutmuşduq. Bir də bundan əlavə olaraq ola bilər ki, kimlərsə nəsə qeyd götürmək istəyər. Bəzən olur ki, lövhədə tez-tez yazırıq, xəttimizi görməyə bilərdiniz. Ona görə nəzərdə tutduq ki, slayd şəklində hazırlamış olaq. Sonradan rekorda baxanda özünüz üçün də müəyyən bir qeydlər götürə biləsiniz. Və müəllimlər, nəzərinizə çatdırmış olum ki, Rokersə görə şəxsiyyət yönümlü yanaşma ilə bağlı bu qədərdir bizim müzakirəmiz. Əslində bildiklərimizdir. Bildiklərimizlə bağlı müəyyən məzmunların bir araya gətirilməsi öz əksini tapmışdır. Digər mövzular da bu şəkildə yaxından tanış olacaqsınız. YouTube kanalımızda da mövzuları yerləşdirəcəyik. Və hal-hazırda biz sizlər üçün Formus üzərindən 20 sualdan ibarət sınaq təşkil etmişik. İndi WhatsApp qruplarına, hansı ki siz qruplara daxil olmusunuz və daxil olub bütün müəllimlər həmin sınağı işləyə bilərlər. Sınağı rahat şəkildə adınızı, soyadınızı yazacaqsınız. Sizdən istənilən bəndləri qeyd edirsiniz, yararlana bilərsiniz. Ümumiyyətlə qeyd edim ki, sınaqda bütün proqramı əhatə edən suallar öz əksini tapmışdır. Tam rahat şəkildə sınağımızdan yararlana bilərsiniz. Mən nəzərinizə çatdırmış olum ki, bunu daha da geniş şəkildə edə bilərdik. Ümumiyyətlə, hətta biraz da bunu qısa edəcəkdim. Niyə? İstənilən halda 45 dəqiqədən sonra fokuslanmaq olmur. Sizin hər birinizə də ayrı-ayrılıqda təşəkkür edirəm ki, bugün istirahət günü olsa da zamanınızı ayırdınız. Bu artıq sizin, bizim hər birimizin bir müəllim olaraq nə qədər fədakar olduğumuzu göstərir. Ona görə də hər birinizi dinlədiyiniz üçün, izlədiyiniz üçün təşəkkür edirəm. Davamlı şəkildə bizim webinarlarımız olacaq. Yararlana bilərsiniz. Müəyyən bir dəyişikliklər var. Həmin dəyişikliklə bağlı YouTube kanalımızda da yazmışıq. Dəyişikliklər sizi qorxuzmasın. Sizi bu dəyişikliklər hansı ki ruhdan salmasın, qətiyyən. İstənilən halda dəyişikliyə müsbət baxmalıyıq. Yəni qorxacaq heç nə də yoxdur. Heç kimin məqsədi sizi və bizi kəsmək deyil. Bütün sahədə yenilik aparılır. O sahədə də metodika və pedaqogika sahəsində də. Belə müəllimlər, uğurlar hamınıza. Yolunuz açıq olsun. İstənilən bir hansı mövzuda çətinliyiniz varsa, sizlər qeyd edərsiniz. Həmin çətinliklərlə bağlı sizə dəstək olarıq. İstənilən bir istəyir mövzularda olsun və yaxud da ki, yalnız mövzu yox. Yəni tək-tək ola bilər də müəyyən bir mövzu üzərindən testlərə gərək yarana bilər sizə. Oradan da yəni yazın, maksimum dərəcədə sizlərə dəstək olacağıq. Belə. Hələlik müəllimlər, uğurlar, yolunuz açıq olsun. Çox sağ olun müəllimə.
Mən verir. Sınağı indi olduğunuz ki qruplarınız var idi, siz webinara qoşulmusunuz. Həmin o Yoxsa qruplara, Allah. həmin o qruplara sınağı atacağım indi. Oradan işləyəcəksiniz. Elektron qaydada işləyirsiniz, ümumi sınaqdır. Bizim burada dərs qruplarımızda olan müəllimlərimiz də var. Hər biriniz işləyin. Bir də müəllimlər, situasiyalarda uzunluq görə bilərsiniz. Amma bu uzunluq sizi qorxuzmasın. Qətiyyən, səbirlə, təmkinlə. Sınağı işləyəndə müəllimlər, Müəllimə nə vaxta göndərəcəksiniz? bir dəqiqə, indi göndərəcəm. Bir dənə mən səsləri bağlayıram ki, hansısa müəllimədən evdən səs gəlir, ona görə məcbur bağlamalı oluram. Bir də onu qeyd edim ki, müəllimlər, nəzərinizə çatdırmış olum ki, sınağın sualları uzun olsa da, əgər kiminsə 5-10 dəqiqəlik işi varsa, işini görüb sonra sınağı işləsin. Sınağın üzərindən bəzən olur da, indi evdir, ailədir, kiməsə çay verirsiniz, kiməsə yemək verirsiniz, qalxıb etməyin. Sınağı qoyun kənara, evdə olar qaydasına qoyub oturub işləyin. Sabah bu vaxta qədər çox güman ki, sınaq aktiv qalacaq. Sabah saat 20:00-da sınağın izahı yerləşdiriləcək YouTube kanalına və izahına da baxacaqsınız. Sınağa indi baxacaqsınız, işləyəcəksiniz, atacağım. İzahına isə sabah baxacaqsınız. Yaxşı?